Təsəvvür edin ki, Sovetin qılıncının sağının da və solunun da kəsdiyi bir zamanda bir nəfər deyir, Azərbaycan dilini bilməyən və ya bilib danışmayan əclafdır, avaradır, satqındır. Bunu deyən kim idi? 1954-cü il Mircəfər Bağırov həbs olunur və onun yerinə təyin olunan Mir Teymur Yaqubov o qədər də bacarıqlı çıxmır. Moskva komissiyası yeni adam axtarır və bu zaman Yevgeni Gromov İmam Mustafayevi Xruşova belə təqdim edir. Enerjili, böyük nüfuza malik adam, kənd təsərrüfatı üzrə mütəxəssisdir. İndi sual yaranır. Niyə görə Bağırovdan sonra İmam Mustafayevi seçməyə qərarına gəlirlər? Çünki o Mircəfər Bağırovun dəstəsindən deyildi. Hakimiyyət strukturlarından uzaq idi. Sadəcə bir elm adamı, kasıb kənddə oğluydu. Xruşov üçün ideal namizəd idi. Keçmişi yox, kompromat yox, müstəqil təsir gücü yox idi. Və 17 fevral 1954-cü ildə Mərkəzi Komitənin plenumunda baş katib İmam Mustafayev seçilir. Bütün bunların Azərbaycan dili ilə nə əlaqəsi var? Təsəvvür edin ki, qonşu Qafqaz dövlətləri Gürcüstan və Ermənistan 1937-ci ildə özlərinin konstitusiyalarında milli dillərini qeyd etmişdilər. Amma Azərbaycan SSR-nin konstitusiyasında nə 1921-ci ildə, nə də 37-ci ildə belə bir maddə yox idi. Söhbətin əvvəlində danışdığım nitqin sahibi isə yazıcı Mirzə İbrahimov oldu. Belə ki, Cənubi Azərbaycanda doğulmuş yazıcı Ali Sovet Rəyasət Heyətinin sədri kimi fəaliyyət göstərəndə 1956-cı ildə Kommunist qəzetində proqram məqaləsi yazır. Azərbaycan dili dövlət idarələrində və 21 avqust 1956-cı ildə Azərbaycan SSR-nin konstitusiyasının 151-ci maddəsinə belə bir cümlə yazılır. Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR arasında yaşayan azlıq təşkil edən millətlərə öz ana dilində, həm öz mədəniyyət müəssisələrində, həm də dövlət müəssisələrində azad inkişaf edib istifadə etmək hüququ təmin edilir. Bu qərar Kremlin razılığı olmadan verilmişdi və hadisələr gərgin ton almağa başlayır. 1958-ci ildə SSR-də təhsil islahatı adı ilə bir dəyişiklik edirlər. Məktəbin həyatla əlaqəsinin gücləndirilməsi tezisinin 19-cu maddəsində deyilirdi ki, bu islahatla valideynlərə uşaqlarının yalnız rus dili öyrənməsi və ya həm rus, həm milli dil öyrənməsi arasında seçim hüququ verirdi. Azərbaycan rəhbərliyindən İmam Mustafayev, Vəli Axundov və İlyas Abdullayev buna qarşı çıxırlar. Onlar Azərbaycan dilinin məcburi öyrədilməsində israr edirdilər və 1959-cu ilin iyununda Azərbaycanlı məmurların Azərbaycan dili imtahanı verməsini məcburi edirlər və bununla da sanki bir bomba partlayır. Rus və erməni məmurlar Moskvaya ard-arda şikayətlərini göndərirlər və bu zaman Mirzə İbrahimov deyir, Azərbaycan dilini bilməyən və yaxud bilib danışmayan adam ziyalı yox, avaradır, əclafdır, satqındır. Və nəticədə 1959-cu ildə İmam Mustafayev vəzifədən uzaqlaşdırılır. Düzdür, ona millətçi damğası vurmurlar, amma korrupsioner, bacarıqsız deyirlər. Mirzə İbrahimovdan Azərbaycan dilini bilməyən və vəzifəsindən uzaqlaşdırılan şəxslər haqqında soruşanda o demişdi ki, qoy Azərbaycan dilini öyrənsinlər. Bilsələr qalacaqlar, bilməsələr gedəcəklər. Və İmam Mustafayev vəzifəsindən gedəndən sonra kargüzarlıq işləri yenidən rus dilində aparılmağa başladı. Amma konstitusiyanın 151-ci maddəsi dəyişmədi. İmam Mustafayev 1995-ci ildə şöhrət ordeni ilə də təltif olunub. Azərbaycan dilini qoruyaq.